Azərbaycanda kişi xəyanət edəndə çox vaxt belə deyirlər. Kişidir də, bir səhv edib. Ailəsini dağıtmaq lazım deyil. Qadın bağışlamağı bacarmalıdır. Amma eyni şeyi qadın etsə, artıq heç kim səhv demir. Deyirlər, belə qadından ana olmaz. Belə qadınla ailə qurulmaz. Onun adı çıxdı, artıq hörməti qalmadı. Bəs niyə? Niyə kişinin xəyanəti bəzən zəiflik kimi göstərilir, amma qadının xəyanəti onun bütün şəxsiyyətini silir? Mən xəyanətə haqq qazandırmıram. Nə kişi üçün, nə qadın üçün. Xəyanət hər iki tərəfdə xəyanətdir. Amma məni narahat edən şey budur. Eyni günah kişidə bağışlanır, qadında isə ömürlük damğaya çevrilir. Qadına deyirlər, ailəni qoru, kişiyə isə deyirlər, bir dəfə olub keçib gedər. Qadından səbr istəyirlər, kişidən isə məsuliyyət yox. Və ən ağrılısı budur. Çox vaxt cəmiyyət xəyanət edən kişini yox, onu bağışlamayan qadını günahkar çıxarır. Sualım budur. Əgər xəyanət xəyanətdirsə, niyə cəza qadın üçün daha ağırdır?